Yumiko Market'in qutusu, yoxsa 20 manat. İkisindən biri sizindir. 20 manata götürə bilirsiniz və ya qutunu. Qutunun içində hədiyyə ola bilər, olmaya da bilər. Boş da çıxa bilər. Yəni seçim sizindir. Qutu ələ götürə bilərəm. Yox. Onda biləcəksiniz içində hədiyyə var, yoxsa yox? Özünüz verə bilərsiniz. Yox. Artıq keçdi. Коробку выбирай? Ну, как бы... Yaxşı, qutunu seçelim. Dəqiq? Bəli. Dəqiq. Вы уверены, ребят? 100%. Ладно. Açın baxın. Не надо написать. Да ладно! Очень круто! Ай, блин! Təbrik edirəm. Супер, спасибо! Yumiko Market'in qutusunu seçə bilirsən və ya 20 manat. İkisindən biri sənindir. Ya 20 manatı götürürsən, gedirsən və ya hədiyyəni götür. Amma burada ola bilər ki, hədiyyə olmasın. Yəni boş da ola bilər, hədiyyə ilə də ola bilər. Sirkələyə bilərsən. Yox, təəssüflər olsun. Onda biləcəksən hədiyyə var yoxsa yox. Spoiler kim olacaq? Və ya 20 manat. Seçim sənindir. Hədiyyə nə ola bilər məsələn içində də? Hədiyyələr fərqli olur. Amma pulu seçsəm sonra hədiyyəni görə bilərəm də belə almasam da görmək. Hədiyyəni görə bilərsən. Ondan nəsə var. Məncə də nəsə var. Yaxşı, bir ipucu verim sənə. Elə hədiyyə. Dəqiq. 20 manat istəmirsən. Yox, hədiyyə. Dəqiq. Hə. Bəlkə nə bilim, boş qutunun içinə bir dənə də qutu qoymuşam. Yox, hədiyyə olsun. Hədiyyə. Hə. Hədiyyə sən indi. Hə. Orada ping-pong da rahat oynaya bilərsən. Hə. Təbii ki. Sağ olun, Allah razı olsun. Sağ ol.